Aktyor Murad İsmail kiçik oğlu Rəsulla bağlı kövrək paylaşım edib. Sosial şəbəkə hesabında övladının fotosunu paylaşan tanınmış aktyor onun bu gün 4 yaşının tamam olduğunu qeyd edib. Murad İsmail paylaşımında oğluna olan sevgisini və atalıq qürurunu səmimi sözlərlə ifadə edib. Kiçik oğlum Rəsul bəyin 4 yaşı tamam olur. Ad günün mübarək, atasının nəfəsi. Səni çox sevirəm. Nə yaxşı ki, varsan. Sağlam və xoşbəxt ol. Paylaşım qısa müddət ərzində izləyicilər tərəfindən maraqla qarşılanıb. Şərh bölməsində balaca Rəsula ünvanlanan çoxsaylı təbrik və xoş arzular yer alıb. Qeyd edək ki, Murad İsmail bir müddət əvvəl aktrisa Ülviyə Xəlilbəyova ilə rəsmi nikahını başa vurub. Cütlüyün bu evlilikdən 2 oğul övladları var. Aktyor hər zaman sosial mediada övladlarına olan sevgisini paylaşmaqla izləyicilərin rəğbətini qazanır.